Leyla xanım Qubada olub. Artıq məlumatlıyıq ki, Qubada bir çox yerlərə gedib, görüşüb onlarla və Leyla xanım Qubada şəhid ailələri və rayon ictimaiyyəti ilə birlikdə iftar məclisinə qatılıb. Təbii ki, istinad edirəm Axşam.az-a. Əvvəlcə Leyla xanım bizim mətbəx layihəsinin könüllüləri ilə birlikdə yeməklərin iftar süfrəsi üçün hazırlamasında yaxından iştirak edib. Həmişə sadə, təvazökar, gözəl Leyla xanım, fərqli xanım. Müqəddəs Ramazan ayının mənəvi dəyərlərini paylaşdığı məclisdə sakinlərlə birlikdə iftar edib, dualar oxunub. Sakinlər təşkil olunan iftar süfrəsinə və göstərilən diqqətə görə səmimi minnətdarlığını bildiriblər. Təbii ki, Leyla xanıma və digərlərinə. Leyla xanım burada xurma yığır masaya vermək üçün qablara. Leyla xanım, bizim jurnalist xanımlar da sizi görmək istəyirik iftar süfrəsində. Hörmətli Leyla xanım, Heydər Əliyev adına fondun vitse-prezidenti. Biz də istərdik ki, sizinlə birlikdə eyni masada əyləşək, dualar edək. Əlimizi sizinlə birlikdə, yəni siz də, biz də əlimizi xurmaya, suya uzadaq. Yenə də deyirəm, dualar edək. Azından biraz da olsa iftar süfrəsində dərdləşməyi bacaraq və bunu edək. Hörmətli Leyla xanım, jurnalist xanımların adından deyirəm. Jurnalist xanımlar da sizi iftar süfrəsində görmək istəyir. Hər birimiz istərdik ki, masa arxasında əyləşək, siz də bizimlə bir yerdə.